Məmun qardaşı Əmini öldürüb hakimiyyətə gəlmişdi. Birinci istəyi bundan ibarətdir ki, baxın, qardaşım fərsiz adam olduğuna görə onu aradan götürdüm, hakimiyyətdən uzaqlaşdırdım, amma İmam Rıza faydalı adam olduğuna görə onu vəzifədə önə çəkdim. İmam Rıza əleyhissalamın çevrəsində olan bəziləri imamın Xorasan valiliyini qəbul etməsinin səbəbini anlamadılar. İmamın cərgəsindən, imamın cəbhəsindən uzaqlaşıb aradan çıxdılar. Dedik ki, İmam Rıza əleyhissalamın dövründə Xorasan valiliyini götürməyə məcbur oldu. Lakin bir neçə şərtlə imam da dedi, əgər bu şərti qəbul eləsən, mən də Xorasan valiliyini qəbul eləyəcəm. Nədir şərtün? İmam əleyhissalamın birinci və əsas şərti bu oldu. Dedi, sənin heç bir iclasında iştirak eləməyəcəm. Vəzir vüzəra ilə nə iclas keçirəcəksən, nə məsləhətləşmələr aparacaqsan, məni narahat etməyəcəksiniz. İkinci şərtim bundan ibarətdir ki, heç bir sənədə imza atmayacağam. İmam əleyhissalama bu vəzifə veriləndən sonra İmam əleyhissalam nə işləri görə bildi? Qısa şəkildə bəzi mətləblərə işarə edək. İmam əleyhissalam birincisi dində bəzi islahatlar apardı. Peyğəmbərin səhv başa düşülmüş bəzi hədislərini düzəltdi. Məşhur bir hədisdir. Allah Adəmi öz surətində xəlq etmişdir. Gəldilər İmam Rıza əleyhissalamın yanına, dedilər, ey Peyğəmbərin oğlu, Allah bizim surətimizdədir. İmam dedi, istiğfar diləyin. Allaha təşbih, yəni oxşarlıq qərar vermək olmaz. Dedi, axı bu hədis məşhurdur. Allah Adəmi öz surətində xəlq etmişdir. İmam dedi, hədis doğrudur, amma yanlış başa düşmüsünüz. Yanlış başa düşülüb, yanlış təbliğ olunub. Nədir onun doğrusu? Həzrət buyurdu ki, Peyğəmbər əleyhissalam yolla gedərkən gördü iki nəfər dalaşır, biri o birisinin üzünü söydü. Peyğəmbər dərhal yaxınlaşdı, o şəxsi hədələdi, dedi, onun üzünü söymə, çünki Allah Adəmi onun surətində yaratmışdı. Yəni hamımızın surəti, iki qulağımız, iki gözümüz və s. Adəmdə necə idisə, bizdə də elədir. Deməli, oradakı Adəmi öz surətində yaratmışdır ifadəsi Allaha deyil, bəndəyə məxsus olan bir ifadədir. İmamın ikinci mühüm islahatı iqtisadi islahatdır. Xumus tamam ləğv edilmişdir. Çünki bilirsiniz, az qala 200 il idi ki, xumusun mahiyyəti cəmaat arasında elə formada təbliğ olunmuşdur ki, xumus ancaq döyüş qənimətindən verilər. Döyüş yoxdursa, xumus hardan veriləcək? İmam əleyhissalam həmin o əks təbliğatı, necə deyərlər, o təbliğatın qabağını aldı və vali olduğu dövrdə xüsusi adamlar təyin elədi. Amil deyirlər buna. Amillər təyin elədi, xumusun yığılıb və yerinə verilməsini bərpa etdi və bunun təbliğatını apardı. Artıq az qala uzun müddət ki, insanlar xumus vermək, ümumiyyətlə xumusun mahiyyəti haqqındakı bilgilərini belə itirmişdilər. İmam əleyhissalam həmin bilgiləri təbliğ eləyib cəmaata çatdırdı. Çünki Allahın ən böyük hökmlərindən biri pozulub aradan getmişdi. Bilirsiniz ki, xumus vermək vacibdir. Qur'anın Ənfal və digər surələrində də bu mövzu, o cümlədən Peyğəmbər salavatullahın mübarək kəlamlarında fərz edilmiş vergilərdən biridir. Xumus Ali Peyğəmbərin onlara verilər. O dövrdə onların üzərindən xumus, ona görə xumusun qabağı alınmışdı ki, Ali Peyğəmbərin iqtisadi cəhətdən vəziyyəti gərginləşsin.
İmam əleyhissalamın gördüyü ən böyük işlərdən, islahatlardan biri bilirsiniz, o dövrdə müxtəlif dinlərin, müxtəlif məzhəblərin alimləri mərkəzə toplanırdı. Əslində Əlləmi Məclisinin də gəldiyi qənaət bundan ibarətdir ki, məmunun o şəxsləri, yəni o alimləri mərkəzə toplamasında məqsəd Əhl-i Beytin elmini sındırmaq idi. Çünki tez-tez elmi məclislər qururdu, o alimləri Hinddən və digər bölgələrdən gətirilmiş alimləri məclislərə dəvət edər, məclisə də İmam Rıza əleyhissalamı çağırar və debat təşkil olunardı, münazərə təşkil olunardı. Xüsusi olaraq kitab formasında da toplanıb. Bir qism oradan burada yaza bilmişəm. İmam əleyhissalam kiminlə hansı münazirəyə giribsə, mütləq öz qalibiyyətini isbat eləyib. Bu, bütün mənbələrdə öz əksini tapmış bir aksiyoma deyək, bir dəlildir. Bunun heç bir ixtilafı yoxdur. Bütün mənbələr İmam Rıza əleyhissalamın bütün münazirələrdə, hətta mənbələr yazırlar ki, İmam əleyhissalam bir gün məclisə dəvət aldı, Həzrət məclisə təşrif buyurdu, ona göstəriş verildi ki, sənin üçün filan yer təşkil olunub. İmam əleyhissalam çıxdı həmin onun üçün nəzərdə tutulmuş kürsüyə, gördü bununla üzbəüz müxtəlif dinlərin alimləri toplaşıblar. İmam əleyhissalama münazirəyə başlamaq göstərişi veriləndə dedi, bir şərtlə sizinlə münazirə eləyəcəm. Münazirə yəni debat, sual-cavab. Nədir şərtün? Həzrət buyurdu ki, hər kəslə öz dilində, hər kəslə öz dini kitabı üzərində danışacağam. İmam əleyhissalam həmin münazirədə hər kəslə hansı dildə danışırdısa, o dillə danışdı, kitabını soruşurdu. Hansı kitaba etiqadlısan, həmin kitabdan dəlillər gətirməklə həmən o münazərə əhlini susturmağa qabil olurdu. Ona görə də siz İmam Rıza əleyhissalam haqqında yazılan kitablara baxsanız, görərsiniz ki, həqiqətən də o həzrətin elmi elə ulu babası Peyğəmbər salavatullahın elmidir. İmam əleyhissalamın gördüyü işlər arasında heç şübhəsiz ki, ən böyük iş imamət məsələsi idi. Çünki uzun müddət bütün xilafət ərazisində elə bir şəkildə təbliğat aparılırdı ki, imamət mövzusunun heç dini əhəmiyyəti olmadığı xalqa təbliğ olunurdu. İmam əleyhissalam məhz dəsti xəttində, yəni bütün fəaliyyətində xüsusi olaraq imamət məsələsini önə çəkir, Qur'an, dəqiq hədislər və özünün həm də məntiqi dəlilləri ilə imamət məsələsini möhkəmləndirirdi. Ona görə də deyirəm ki, həm də İmam Rıza əleyhissalam sütun imamlarımızdan biridir ona görə ki, imamət məsələsi itib batmışdı.